Bir insan necə olur ki, öz ölkəsini zirvəyə çıxarır, sonra isə eyni ölkəni uçuruma aparır? Necə olur ki, milyonların taleyini tək başına dəyişəcək qədər güclənir, amma sonunda torpağın altında gizlənəcək vəziyyətə düşür? Bu sualın cavabını tapmaq üçün isə bu hekayəyə ən əvvəldən heç kimin diqqət etmədiyi bir yerdən başlamaq lazımdır. Səddam Hüseyn 1937-ci ildə İraqın Tikrit yaxınlığında yoxsulluğun və qeyri-sabitliyin adi sayıldığı bir mühitdə dünyaya gəlir. O doğulmamışdan əvvəl atası ya ölür, ya da ailəsini tərk edir və bu hadisə anasında dərin psixoloji sarsıntı yaradır. Bəzi mənbələrə görə isə Səddamdan əvvəl doğulan övladını itirməsi bu sarsıntını daha da ağırlaşdırır və o Səddama hamilə olduğu dövrdə bir neçə dəfə bu hamiləliyi sonlandırmağa çalışır və bu mümkün olmur. Və məhz buna görə də uşaq doğulduqdan sonra ona Səddam adı verilir. Ərəb dilində bu söz qarşı duran, üzləşən, müqavimət göstərən mənasını daşıyır. Sanki daha doğulmamışdan həyatı ilə mübarizə aparan bir insanın adı kimi. Amma bu hekayə bununla bitmir. Çünki o uşaqlıq illərini sevgi yox, zorakılıq içində keçirir. Anası əmisinə ərə gedir və ögey atası onu davamlı döyür. Məktəbə getməsinə icazə vermir, oğurluq etməyə məcbur edir və onun xarakterini erkən yaşlardan sərtləşdirir. Küçədə isə atasız olduğu üçün alçaldılır və özünü qorumaq üçün daim yanında dəmir, çubuq gəzdirməyə başlayır. Onun həyatında ilk real dönüş nöqtəsi isə 10 yaşında millətçi və keçmiş hərbiçi olan dayısı Xeyrallah Talfahın yanına köçməsi olur. Çünki məhz burada o ilk dəfə təhsil alır və eyni zamanda gələcək həyatını formalaşdıracaq ideyalarla tanış olur.